Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Azərbaycan kiber təhlükəsizlik fəaliyyətini gücləndirir. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi tədbirində çıxışı zamanı bildirib ki, bugün dünyada kiber hücumların miqyası genişlənib. Azərbaycan da bu cür hücumların hədəfinə çevrilib. Dövlət başçısının sözlərinə görə kiber təhlükəsizlik mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Hazırda beynəlxalq tərəfdaşlarla və qabaqcıl texnologiya şirkətləri ilə birgə kiber təhlükəsizlik sahəsində geniş proqramlar həyata keçirilir. Dövlət başçısı eyni zamanda onu da bildirib ki, Azərbaycana qarşı kiber hücumlar təşkil edən ölkələr, qurumlar və ya tərəflər cəzasız qalmamalıdır. Biz həm özümüzü müdafiə etməliyik, həm də bizə zərər vermək istəyənlərə layiqli cavab verməliyik, deyə ölkə lideri qeyd edib. Ermənistan Cənubi Qafqazda sülh prosesinə dair yeni açıqlama verib. Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, 10 illiklərdir münaqişə, qapalı sərhədlər və itirilmiş imkanlarla yanaşı səciyyələn Cənubi Qafqazda vəziyyət dəyişməyə başlayıb. Onun sözlərinə görə avqustun 8-də Ermənistan baş naziri Azərbaycan və ABŞ prezidentləri tərəfindən imzalanan birgə bəyannamə regionda sülh və əməkdaşlıq üçün əsas yaradıb. Qriqoryan əlavə edib ki, oktyabrın 21-i və 22-si tarixlərində İlk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ikitərəfli dəyirmi masa üçün Ermənistana səfər ediblər. Yaxın günlərdə də erməni ictimai nümayəndələrinin Bakıya səfər edəcəyini bildirən Qriqoryan bu cür təmasların iki ölkə arasında sülhün möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Qaxda yerləşən iki evdən 100 min manata yaxın pulu oğurlayaraq xarici ölkəyə istirahətə gedən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə verilən məlumata görə naməlum şəxs axşam saatlarında evlərə daxil olaraq ümumilikdə 100 min manata yaxın pul və 25 min manat dəyərində qızıl zinət əşyalarını ələ keçirib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə dəfələrlə məhkum edilmiş 32 yaşlı Elçin Rəşidov tutulub. O uğurladığı pulla xarici ölkələrə istirahətə getdiyini, qızılları isə lambarda girov qoyaraq pul əldə etdiyini etiraf edib. Araşdırmalar zamanı Rəşidovun paytaxtın Binəqədi rayonunda da uğurluq etdiyi müəyyən olunub. Faktla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı il parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə seçkilərdə iştirakla bağlı keçmiş prezident Robert Koçaryan, sabiq ombudsman Arman Tatoyan, həmçinin həbsdəki oliqarx Samvel Karapetyan da bəyanat verib. Sabah ölkə ərazisində yağıntılı hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında noyabrın 4-ü səhərdən 5-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı ehtimal olunur. Rayonlarda isə noyabrın 4-dən 5-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı gözlənilir. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.